Xeyir söz, xeyir fikir, xeyir əməl, doğru söz, doğru fikir, doğru əməllər. Yayınızda ata güneş olsunuz dostlar. Uzun müddətdir ki, Milli Fədailər Hərəkatı təqsirləndirilən şəxslərin məhkəmələrində iştirak edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dekabrın 28-də 2024-cü ildə tarixli sərəncamı ilə elan edilən 2025-ci il Konstitusiya və Suverenlik ili ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prezidentinin qanunvericilik orqanı olaraq prezident seçkilərində səslərinin tanındığı orqan sayılan məhkəmə hakimiyyətində iştirak etməyimiz ondan xəbər verir ki, biz ölkədə 1992-ci ilin iyun ayının 7-sindən 1993-cü ilin 4 iyun hərbi qiyamına qədər mövcud olmuş demokratik rejimin, demokratik sistemin, demokratik idarəçiliyin Azərbaycanda fəaliyyətin davam etdirilməsini istəyirik. Əlbəttə ki, Azərbaycan Respublikasının qanunvericilik orqanı və hər nə qədər Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının 92%-nin səs çoxluğu ilə demokratik yolla səs verdiyi, etimad göstərdiyi, 5 dəfə səs verdiyi İlham Əliyevin razı qalsa da 2020-ci il sentyabr 27-sindən 2020-ci ilin noyabrın 8-nə qədər 2-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması 2023-cü ilin sentyabrın 19-da bir günlük antiterror əməliyyatı ilə Dağlıq Qarabağ ərazilərinin 20%-nin işğaldan azad edilməsinə baxmayaraq biz Azərbaycan Respublikasının silahlı qüvvələrinin, xüsusi təyinatlı qüvvələrinin, zabitlərinin 140-a yaxın zabitinin, yəni 2-ci Qarabağ müharibəsində, antiterror əməliyyatında iştirak edən, aprel döyüşlərində iştirak edən insanların bir qisminin tərtər işində və qeyri-döyüş şəraitində intiharlara cəhd etdiyini nəzərə alaraq, Azərbaycanda qeyri-hüquqi bir vəziyyətin kök saldığını və bunun ən böyük səbəbkarı bugünkü Rusiyanın hakim Vladimir Putin rejiminin olduğunu bir daha sizin diqqətinizə çatdırmaq istəyirəm. Nə qədər ki, Vladimir Putin həbs olunmayıb, nə qədər ki, Vladimir Putin hakimiyyətdən iti qovan kimi qovulmayıb, Azərbaycanda demokratik seçkilər və 400-ə yaxın siyasi məhbusların azad olunmaması və Azərbaycanda korrupsiya, rüşvətxorluq, xüsusilə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən xüsusi əməliyyatla həbs olunan icra hakimiyyəti orqanlarının həbs prosesi davam edəcək. Biz Azərbaycan Respublikası prezidentindən nə tələb edirik? Biz sadəcə ondan tələb edirik ki, tez bir zamanda Rusiya Federasiyası prezidentinin Vladimir Putinin
dərhal istifasını və Vladimir Putinin qurduğu avtoritar rejimin sona çatmasını və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Cənubi Osetiya, Abxaziya, Ukrayna Respublikasının ərazisi olan Krım, Donbas, Donetsk, Lugansk, Xerson, Zaporojye, Lvov ərazilərinin Ukraynaya qaytarılması və Dnestriyanı ərazisinin Moldova Respublikasına qaytarılmasını tələb edirik. Buna əlavə, Rusiya Federasiyasının tərkibində olan Türk xalqlarının dərhal Muxtar Respublikası statusuna qayıtmasını tələb edirik. Və sonda isə mən sizə Azərbaycan Respublikasının dövlət himnini sizə səsləndirmək istəyirəm. Can vermeye cümle hazırız. Sen kurban kesmeye cümle vadıyız.